püşkürərək bir şeylər yoxdur. Amma Amerikada bunun örnəyini gördük. Hər hansı bir hadisə və faciə olanda onun artıq alternativləri yaradılır, mediaya ötürülür. Mediada normal xəbər mediaya gəlib satana qədər, görüntüdən satana qədər süni intellektlə yaradılmış videolar hər yerdə gedir. Milyonlarla izlənir və insanlar soğuqlanır. Bunun bir örnəyini əslində mən eləmişdim. Bəlkə də qabağıza çıxıb, mən balina, bulvarda dəniz qırağına balina qoymuşlar, qovluqdır. Onu xəbərlər bir səhər vaxtı gələnlər realmış kimi göstərməyə başladı. İnsanlar da bəziləri bilmədi, realdır, o maketdir. O insanlarda bir beyin qarşılığı var. Çünki xəbərlər də birinci onu elə göstərdilər ki, real bir hadisə olubdur. Çünki ondan bir gün qabaq da dənizdə balina üzürmüş, elə bir media xəbərləri də örtürdü. Mən o vaxt bir dənə video yaratdım, elə bu xəbərlərin dönən vaxtı. Mən video yaratdım sadəcə belədir ki, balinanın ağzında dəmir qutular var. Təbiətin çirkliliğini, dənizin çirklənməsini əlaqəli mən belə bir nüans yapdım. Videonu yüklədim TikTok-a, elə bildi ki, real video olur. Video 2 milyondan çox izlənməlidir TikTok-da. Yəni LinkedIn-də, heç Azərbaycanda LinkedIn-də gördüm, mən çox bəyəni oldu ki, 4000-dir. Deməli, çaxnaşmasız sağlısınız. Orada çaxnaşmalı bir şey yox idi, onlar da relaks idi. Xırdalanlar gəlmişdi, sıxıntılı bir mövzuydu, amma insanlar çox elə bildi ki, ciddən də mövzu odur. Yəni ciddən də oradakı balinanın ağzında dəmir qablar olurdu. Heç kim də onu sorğulamadı. Bir də, yəni normalda o balina qabağımıza çıxsa o videosu, baxıb sorğulayar ki, videoda nəsə problem var, bu AI-dir. Həmin vaxt bu xəbərlər mediada döndüyü vaxt sizin qabağınıza çıxanda, sizin beyniniz o xəbəri qəbul edir, inanıbdır, o videoya da inanıb, deyir ki, okeydir, deməli belə bir şey var. Siz də keçirsiniz. Yəni bunu əslində orada bizdə elə şeylər istifadə olmuyor. Amma bunun örnəkləri əslində hal-hazırda Hollywoodda ən tez gördüyüm yanından əlaqəli ki, ən pis örnəklərindən biri oydu və ən yaxın örnəklərindən biri oydu ki, bundan sonra o örnəklər get-gedə çoxalmağa başlayacaq. Ona görə hal-hazırda internetdə görəndə şəkil, video, musiqi, hətta yaxınımızın səsi olanda çox belə inanmam. Birinci sorğulayın, sonra inanın, çünki hal-hazırda səslərlə də əlaqəli problemlər yaşanır. Səsini işləsəli göstərəcək, səslə əlaqəli şeyləri. Çünki hal-hazırda ciddi mənada yarada biləcəklərimizin limiti yoxdur. Genəlliklə indi burada belə bir nüans gəlir ki, hamı önyargı ilə yaxınlaşır. Bunda mən tanıdığım, yaxın olduğum adamlar da var ki, süni intellekt yaradıcılıq deyil. Tamam, əslində bir yerdə ondan da özünə görə haqlı səbəblər var. Amma ümumi olaraq baxanda əslində orada bizim o ilk başlarda dediyimiz kimi əlimizdəki alət deyil önəmli olan. O vaxt daş, fırça, sonra qələm, nə bilim, ondan sonra dijital qələmlər, indi hal-hazırda biz yazaraq eləyirik. Əslində mən onların arasında fərq var təbii ki də. Prosta bu yaradıcılığı öldürmək deyil fikrimcə, yaradıcılığı da zirvəyə qaldırmaqdır. Ona görə də seminarın altında belə qoymuşdur ki, yaradıcılığı öldürür və ya zirvəyə qaldırır. Mənim şəxsi fikrimcə yaradıcılığı qaldırır. Yəni yaxşı istifadə edərlər, işinizdə nə sizsə ondan daha artıq olursunuz. Siz yaradıcı insansınızsa daha yaradıcı olursunuz. Sizdə nə varsa onu daha da qatlayır. Bu şəkillər. Belə şəkil ağlınıza gələ bilər. Bunu mən varsa dizaynla üzü özümə oxşutmaq o vaxtçı vaxtlar bildirməz. Biz yaxşı görsəndir. Aşım olur. Yəni belə bir şəkildə dizaynla yaratmaq qeyri-mümkün deyil, bəlkə də mümkündür. Amma neçə sağdalar onu deyə bilməm. Belə bir şəkil də çəkilə bilməliyik. Çünki onlar yoxdur. Yəni belə bir şey sadəcə absurd bir şeydir. Ağlıma gəlib hazırlamaq istəyirəm. Bu süni intellektə genetik verədə mənim əlimdir. Orada ondan çəkdiyim ki, arxamızda frontalis var. Absurd bir şəkildir. Arxamızda idarəli mərkəzi var, arxamızda qızqalası var. Məsələn, kosmonavt gəlib selfie çəkdirir qızqalasının zamanında. Bu şəkilləri dizaynerlər dediyim kimi eləmək olar. Belə realistik sual alınlar, nə qədər yaxşı alınlar və nə qədər vaxtını alır. Ödə ciddi mən kosmonavt paltarı geyinib, onların qabağında durub şəkil çəkdirməliyim. Halbuki mən bunu ağlıma gəlir ki, mən belə bir şey hazırlamaq istəyirəm. Program bunu hazırlayıram. Əslində orada nədir söhbət? Mənim fikrimcə ideya. Mən onu dizaynla da hazırlayanda, onun yaradıcısı mən oluram. AI ilə də hazırlayanda, əslində o yaradıcısı mənim. O ideya mənim ağlıma gəlir, mən yaratmışam. Məsələn, bu şəkil mənim çox sevdiyim şəkillərdən biri. Bunu mən hal-hazırda yağış yağan vaxtda sizdə havada paylaşsaydım, heç kim bunu sorğulamazdı ki, bu qeyri-real bir şeydir. Şəkildə heç bir pozulma yoxdur. Bunun videosu da vardı, sadəcə şəkil hallarını yükləmişəm.
Yəni belə bir şey yazmaq olar ki, belə bir konseptdir, Bakı fərqli nöqtələrində bir dana konsept verir. Üstə də musiqi qoysan, olur real. Yəni mənim ağlıma gəldi, mən dedim ki, belə bir şey necə görürsən, istəyəm o tərzinə də baxanda mənim çox xoşuma gəldi, çox yaxşı da alındı şəkil olaraq. İndi bunu dediyim kimi, dizaynla hazırlamaq olar mı? Olar. Bunu real şəklini də çəkmək olar. Çünki biz qabaqda yağış yapsa o şamlar sönəcək. amma belə bir şey var ki, yağış yağır. İndi süni şamlar da var, yəni. Şamlar ola bilər. Yo, indi süni şamlar da var. İndi hər şey yaratmaq. Amma məsəl üçün siz də bayaq deyirsiniz, ideya mənimdir də yaratmaq. Keçən dəfə sərgidə idim. Xanım sırf AI-da düzəltdiyi şəkilləri çap elətdirib 20 manatdan satırdı. Sadəcə o ideyasını, həmən o rəsmin ifadəsini də belə deyək. Sizin rəsmləriniz ondan çox daha gözəldir. Amma mən internetdə oxumuşam ki, o şəxsin Kommersial məqsədli istifadə edən olmaz. Əslində yəni də hədə o hüquqlar söhbətindən gedir. Hal-hazırda müəllif hüququ yoxdur. Süni əlaqəli yoxdur. Bəli. Yəni bu dəqiqə mən məsələn hazırlaya bilirəm. Mən özüm etik görmədiyim üçün hazırlamıram. Yəni hal-hazırda internetdə də görürsünüz. Bu bizdə çox danışılır. Ronaldo oturub taksi sürür. Buraya internetdə çox modda məsələn Messi falan şeydir. Bunlar heç birinə nə Ronaldo gedib məhkəməyə verir, nə Messi verir. Yəni verəcək olsaydı məncə hal-hazırda verərdim. Onun üçün məsəl üçün bir qız var idi. O deyəsən ya Rus idi, ya Ukraynalı. O komiks hazırlamışdı. Məhkəməyə vermişdilər ki, bu sənin komiksin deyil, bunu süni intellekt düzəldir və o sübut eləməli idi ki, həm sözlər, həm şəkillər onunkudur. O sübut eləyə bilmədi ki, şəkillərdə bəzi proqramlarda düzəliş eləyirdi. Təkcə sübut elədi ki, o təkcə teksti yazmışdı. Hələ yəni hər orada fərqli ola bilər təbii ki. O şeydə Örnəklər ola bilər, çünki hal-hazırda indi proseslər fərqli olur. Qabaqki videodur, yəni indiki video deyil. Yəni belə deyim, hal-hazırda yox, amma ki bir il içində o etik süni intellekt dediyimiz bu məsələ daha da oturacaqdır. Çünki əslində heç kim üçün çox da müsbət bir şey deyil də, yəni əslində mənə görə onlar düzgün deyil. Yəni oturub şəxsləri hazırlayırlar. Məsələn, mən onun üçün test eləməcəm, mənim şəxsi istifadə elədiyim Instagram var. Yaxından da mən dedim bir dənə səhifə açacağam, elə belə bir həftəlik. Dedim bir dənə video açıb hazırlayacağam ona, elə belə lağlağı bir video. Prosta kütlə onu istəyir. Şəxsdə də məsələn Ronaldo olan videolardan birini hazırladım, yüklədim. Videolar səhifəni açdım, yüklədim, videom 300 min izlədi, 20 min izlədi. Bir həftə ərzində bu izləmələri aldım. Amma normalda mən onu etik olaraq qəbul eləmirəm ki, məsələn Ronaldo hazırlayır, Messi bunlar ilk söhbətdir, kimi isə hazırlayırlar bundan. Əslində mən o tərəfdən baxanda, mən əslində generativ AI-nin o tərəfdə istifadə olması mənə görə düzgün deyil. Çünki ciddi mənada orada heç bir yaradıcılıq yoxdur. Şəxsin özünü götürüb qoyursan bura. Orada xəbər ya da izlənmə kiminsə orada durmalıdır. Yəni əslində özündən bir konsept çıxarsan, mən özüm üçün bir konsept yaratmışdım. Ayda kosmonavtlar otururlar çay içirlər, armudlu stəkan. Yox, bunu başa düşürəm. Jiguli və sair. İstəyirəm ki, bu yəni indiki vaxtında o videonun hansı ki mən baxmışam, o məhkəmə haqqında. O 2-3 il bundan əvvəl idi. İndiki vaxtda elə bir şey var, yoxsa yoxdur. Əslində hal-hazırda onu deyirəm ki, hüquq olaraq məhkəməyə verə bilmirlər. Çünki nə qarşı tərəf sübut edə bilir. Mən məsələn komiks yaradıram, ya da ən çox bir ayaqda hamını görür, Ghibli tərzində şəkillər yaradılır. Ghibli onların bir animenin bir tərzidir, adamın yaratdığı bir tərzidir, özü yaratdıqdır, bu tərz ona aiddir. Bütün dünya o şəkillər yaratdı. Əgər telif üzrə məhkəməyə verə bilsəydi, dünyanın ən varlı insanı olardı. Yox, demək, yox, onlar